Yağışlı və soyuq havalardan sonra evdə kökülü təmizliyə qərar verdik. Yasamalın tozlu küləyinə sipər olan pəncərələrimiz ağ günə çıxsın dedik. Bunun üçün də 166-nın təmizlik xidmətini çağırmışdıq. Təyin olunan vaxtdan biraz da tez gəldilər. Təmizlik vasitələri ilə birgə təbii ki. Evə daxil olub işə başladılar. Təmizlikçilərin təhlükəsizlik vasitələrindən istifadə etmələri xüsusilə diqqətimi çəkdi. Şirkətin əməkdaşlarını düşünmələri sevindirici məqamdır. Bir dəfə bir şirkətlə anlaşmışdıq. Az qala təmizlik vasitələrini də bizdən istəyirdilər. 166-nın xanımları həm tələsmədən, həm də ləngimədən pəncərələri, dolabları, çılçıraqları, bir sözlə tozun qona biləcəyi hər yeri təmizliyə çıxartdılar. Təmizlikçilərlə yanaşı bizim xanımlar da boş durmayıb evdəki abadlıq işinə qoşulmuşdular. Qısa müddətli yay yağışı yüngülvari qanımızı qaraltsa da ümumilikdə 75 kvadrat metrlik 3 otaqlı xudmani evimiz daha da gözəlləşdi. Maraqlananlar üçün məlumat verim ki, 166-nın təmizlik xidmətində qiymətlər 180 manatdan başlayır, evin təmizlik dərəcəsinə görə dəyişir. Şirkətin saatlıq paketləri də mövcuddur. Belə. Görülən işə görə xanımlara, izlədiyinizə görə isə sizə təşəkkürlər. Evimizə isə deyirəm ki, həmişə təmizlikdə.